Ona görə də cavanlara müraciət edirəm. Dünya qanunuzu qaraldanda bir adam tapın ki, elə adam tapın ki, o ilə danışanda düz yolu sizə göstərə bilir. Adam var, hamı həkimi olaraq da əlim şişib. Ona desən, birdən o şeydən olar, o xəstəlikdən. Biri filan deyir, hərə professor olur da onda. Hərə bir məsləhət verir, biri deyir filan elə, biri deyir filan elə. Ağıllı adamsan, git həkimə, mütəxəssisə göstər. Ya desin, ölməlisən, ya qalmalısan bir dəfə. Bu 100 dənə istirab verəcək hərəsi sənə. Bəzən biz elə adamlara dərdlərimizi deyirik ki, o da qoşulur, bizə daha da dərdimizi artır. Deyir, hə, vallahi, çətin olacaq sən üçün. Böyle adama niyə deyirsən? Elə bir adam tap ki, ağıllı adam olsun sənə, gedəsən dərdi desən, desin ki, dərd deyil sənki. Dərd deyil, başa salsın sən. Dərd deyil, xüsusiyyəti bundadır. Oyunun qaydası belədir. Mən keçmişdə sizə demişəm, bir futbolçu görmüsünüz ki, biraz oynaya otursun, ağlasın ki, yox mən oynamıram. Niyə? Rəqib gəlir topu məndən alır. Deyirlər, ağılsız, futbolun qaydasıdır. Həyatın qaydasıdır. Belə deyə yaxşıdır. Belə olmasa yaxşı olmaz. Belədir deyə yaxşıdır. Yaxşısı bundadır.